Əslində ailədə konfliktlər daha çox ailə olmadan əvvəl müzakirə edilməsi gərəkən mövzulardır. Ailə olmadan əvvəl müzakirə edilmədiyi üçün artıq bunlar ailədə müzakirə edilir. Demək ki, ailə qurana qədər bəli, insanlara, belə övladlarımıza ailə nədir anlayışını belə deyək də, izahını verməliyik. Amma bunu edirikmi? Etmək lazımdır əlbəttə ki, əvvəl ailələr bir-birlərini daha yaxşı tanıyırdı. Dəyərli professorumuzun dediyi kimi. Sonra elçilik olurdu, bəlli bir mərhələlərlə olurdu bu iş. İndi şəxslər tanışırlar əlbəttə ki. Şəxslər nə qədər bir-birlərini yaxşı tanıyırlar. Burada sual işarəsidir. Tanımaq üçün öncəliklə əvvəlcə səmimi olmaq lazımdır. Hər iki tərəfdə bir-birinə qarşı səmimi olmalıdır. Yoxsa evlilikdən sonra daha yaxından davranışlarını gördükləri zaman, müşahidə etdikləri zaman işte konfliktlər burada baş verə bilir. Baxın, burada Mahmud bəy nə baş verir? Məsələn, övlad bir nəfərlə ailə qurmaq istəyir və ailə ona qarşı çıxır. Övladın təkidi onun, yəni bu olmasa başlayır istirik hərəkətlər. Bu valideynlər üzərində diqqət çəkməkdirmi? Gözü qorxudub avtoritar rejim yaratmaqdırmı? Ümumiyyətlə burada onun doğrudan bu psixoloji belə deyək də artıq şuuruna, təfəkkürünə bir nələrsə təsir edir. Yoxsa bu təsir edirmiş kimi özünü göstərir. Bəzən deyirik ki, bir ciddi problemlərin də kökünü məhz övlad hər şeyi istəyən zaman valideyn onu etməsindən başlayır. Yəni bu nə deyirsə mən ona tabi olmalıyam kimi. Bəlkə yanlışlığın kökü burada deyil. Sualınızı belə ümumi cavab verim. John Bowlby, Ainsworth var. Bunlar inkişaf nəzəriyyəsi alimləridir. Bağlanmaya çox önəm verirlər. Bağlanma ta ana bətnindən başlayır. Övladın anasına bağlanması böyüdüyü zaman həyat yoldaşına bağlanması deməkdir. Burada güvənli bağlanmadan söhbət gedir. Yəni bir uşaq anasına nə qədər güvənli bağlanırsa, ondan şəfqət, mərhəmət, gözəl hisslər alırsa, eynisini yansıtır gələcəkdə partnyoruna. Burada partnyorlar bir-birlərini seçərkən bunlara diqqət etməlidirlər. Qarşı tərəf tutarlıdırmı, güvən verirmi, şəffafdırmı, açıq fikirlidirmi, hər şeyi müzakirə edirmi, dinləyirmi, ittiham mı edir, yoxsa başa mı düşməyə çalışır? Yəni, suçlayıcı ifadələrimi istifadə edir, yoxsa daha çox anlayan, dinləyən, qəbul edən bir ifadələrlə mi danışır? Bunlara önəm verməlidirlər.